Diyorlar ki, soyuq havalar bitdi. Qarşıdan qızmar isti havalar gəlir əzizləyicilər. Bu da nə deməkdir? Sizin avtomobillərinizin işi sıradan çıxır. Bunun üçün qardaşın sizlər üçün bax, gözəl belə iştüzülərin yenidən gətirdim. Demək olar ki, bu iştüzülərin Azərbaycanda bizim mağazadan tapırdığı müştərilərimiz, yəni Azərbaycana ilk bizim mağaza gətirib. Bax, gördüyünüz kimi çotqa oturur. Bax, hal-hazırda avtomobilimiz Toyota Prado 2012-ci ildir. Oturdur gördüyünüz kimi. Yəni mənim qardaşım, bax, belə bir dənə iştüzlüyündən alıb qoyursan avtomobilə, görsən, hər tərəfi də oturub. İndi biz düz şəkildə oturmadıq. Amma təmiz oturandan sonra qardaşım, sənin iştinin sıradan çıxmasının qarşısını alır. Havanın, yəni içəri daxil olmasını, avtomobilin sərin qalmasına kömək eləyir. Ən birinci növbədə işlər sıradan çıxır. Düzdür, bu Prado modelinin işləri biraz yəni ziyan dəyir. Gün tez sıradan çıxarmır. Amma bəzi maşınlardır, Sonatalardır, Infinitilərdir, AX35'lərdir. Nə bilim, hansı avtomobillərin ki, işləri zəif gəlir. Təzə çıxan avtomobillər bir dəqiqə, Kitay avtomobillərin işləri zəif gəlir. Bax, bir dəqiqə taksi sistemində bir adi 05'lərdir. Bax, qardaşı sizlər üçün gətirdi. Azərbaycanda iş bizim mağazadadır. Bir adi sürənlər, 05 sürənlər, Destroy. Yaxınlaşsın mağazamıza. Taksi sistemində bir dəqiqə demək olar ki, şəhərdə, yəni bu maşınlardan çox avtomobil yoxdur da. Bax, yaxınlaşırsan mənim qardaşım. Bir adi 05'in, bax, gördüyünüz kimi adı da yazılır burada, bax. Yəni superdir mənim qardaşım. Alırsan, qoyursan, sənin işinin sıradan çıxmasının qarşısını alır. Bilirsiniz də bu işlərin patlamasının ustapısı da çox baha olur. Yəni 400-500 manata baha gəlir. Kitindəki satışı hardasa 1000-1500 arasıdır. Yaxınlaş mənim qardaşım. Bax, belə bir gözəl iştüzlüyü ilə al qoy. Yayda sənin də işinin sıradan çıxmasın. İzlədiyiniz üçün çox sağ olun.